İrəvan çuxuru. Hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilərimiz, xoş gördük hər birinizi. İrəvan çuxuru verilişinin növbəti sayı efirdədir. Verilişimizin bu sayında İrəvanda olan etnotoponimlərlə bağlı danışmaq istəyirik. İrəvan çuxuru verilişində bildiyiniz kimi bugünə kimi bir çox mövzular haqqında söhbətlər açmışıq. Qədim yurt yerimiz olan İrəvanın tarixi, folkloru, etnoqrafiyası haqqında verilişlərimizdə daim söhbətlərimiz olub. İrəvan çuxuru verilişində təkcə İrəvan ətrafı deyil, bugün Ermənistan adlandırılan qədim yurt yerimizin tarixi, folkloru, etnoqrafiyası, aşıq yaradıcılığı haqqında da söhbətlərimiz çox olub. Tanınmış ziyalılarımızı da verilişlərimizə dəvət edib, onlarla həmsöhbət olmuşuq. Bugün isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin Müasir Azərbaycan Dili Kafedrasının baş müəllimi vəzifəsində çalışan tədqiqatçı Könül Səmədovanın Qərbi Azərbaycan, indiki Ermənistan etnotoponimlərinin Aryalları kitabından söhbət açmaq istəyirik. Xatırladaq ki, Könül xanım bu kitabında Qərbi Azərbaycanda olan etnotoponimləri toplayıb, tədqiq edib. Könül xanımla müsahibəni sizlərə təqdim etməzdən öncə istərdim müəllifin Qərbi Azərbaycan indiki Ermənistan etnotoponimlərinin Aryalları kitabından bəzi bilgiləri nəzərinizə yetirək. Toponimlərin müəyyən qrupu xalqın təşəkkülündə hansı qəbilə, tayfa və tirələrin iştirak etdiyini, bu prosesin özünün nə zaman baş verdiyini müəyyənləşdirməyə imkan verir. Bir sıra yer adları müxtəlif tayfa və tayfa birləşmələrinin adı ilə əlaqədar, məsələn, Eymur, Kənkərli, Əhmədli və s. yaranmışdır. Qeyd etməliyik ki, ölkəmizin, o cümlədən Qərbi Azərbaycan ərazisinin müasir toponimiyasındakı 4600-dən çox olan coğrafi adın təxminən 70%-i tayfa və ya tayfa başçıları adları ilə bağlı meydana gəlmişdi. Ərazinin onomastik mənzərəsinin tədqiqi zamanı həm lingvistik, həm də tarixi coğrafi baxımdan xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də onimik arealın müəyyənləşdirilməsidir. Əgər müəyyən ərazi daxilində xüsusi adlar, onların modelləri, tipləri, ünsürləri təkrarlanırsa, onda bu oblast onimik areal adlanır. Onimik arealda təkrarlanan onimlər, onların modelləri, tipləri, ünsürləri uyğun olaraq areal onimlər, areal modellər, areal ünsürlər və s. adlanır. Müəyyən ərazidə təkrarlanan etnotoponimlər isə areal etnotoponimlərdir. Bu anlayış və terminlər Supiranskaya və bir çox başqa müəlliflər tərəfindən istifadə edilmişdir. Onomastik leksikanın dildə və cəmiyyətdə işlənməsinin, onların yaranma qanun uyğunluqlarının və dəyişməsinin tədqiqinə müxtəlif elmlərdə olan diqqəti ön plana çəkmək, Qərbi Azərbaycan ərazisindəki etnotoponimlərin tədqiqinə xüsusi diqqət ayırmaq bugünkü günümüzün ən aktual məsələlərindən biridir.
Bu, Ermənistanda həqiqətə yalan donu geyindirmək məqsədi ilə bir çox elmlərin tədqiqat marağı dairəsində olan dil vahidlərini və ümumiyyətlə ermənilərin öz məqsədləri naminə elmə saxta münasibətini açıqlamış olur. Onomastikanın tarixlə sıx bağlılığı heç bir şübhə doğurmur. Cəmiyyətin inkişafının qədim dövrlərinə dair tarixi məlumatların doğruluğunu sübut edərkən, çox vaxt alimlər onomastika, tarix, coğrafiya, həmçinin arxeologiyanın məlumatlarının müqayisəli şəkildə tədqiqini özündə birləşdirən kompleks metoda istinad edirlər. Bu tarixi prosesi xüsusən də etnogenez problemlərini ümumi səthdə səciyyələndirməyə imkan yaradır. Azərbaycan dilçiliyində Ermənistan ərazisinin türk mənşəli toponimləri Sovet dövründə geniş tədqiqat obyekti olmasa da, son dövrlərdə bu sahəyə münasibət xeyli dəyişmişdir. Alim və tədqiqatçılar Ermənistan ərazisindəki toponimlərin həm toplanması, həm də tədqiqi haqqında maraqlı əsərlər yazmışlar. Tədqiqatçıların əksəriyyəti Ermənistan ərazisində türk mənşəli etnotoponimlərin geniş yayılmasını qeyd etmişlər. Bu da danılmaz faktdır ki, dilin onomastik sistemində həmin dili daşıyan xalqın çoxəsrlik, ictimai, iqtisadi, mədəni tarixi həyatı əksini tapır. Türklərin tarixinin müxtəlif dövrlərinə aid adlar və onların formaları həmin dövrlərdəki cəmiyyətin vəziyyətini, bununla da cəmiyyətin sinfi quruluşunu gözəl şəkildə əks etdirir. Ad insan mədəniyyətinin məhsuludur, adlandıranlar heç də yanılmırlar. O, kollektivdə və kollektivin tələbatından yaranıb, insan inkişafının müəyyən səviyyəsinə çatmış, kollektivi üçün əhəmiyyətli xüsusiyyətləri əks etdirir. Onomastika, leksikanın xüsusən də etnotoponimləri dil tarixi ilə bağlı qiymətli mənbə hesab etməklə yanaşı, onun təkcə müəyyən xalqın dil tarixini öyrənmək üçün deyil, həmin xalqın tarixən yaşadığı ərazini müəyyənləşdirmək, bu ərazidə baş vermiş ictimai-siyasi hadisələri, prosesləri qiymətləndirmək, bu hadisələrin səbəb və köklərini araşdırmaq, obyektiv gerçəkliyi, həqiqəti üzə çıxarmaq üçün konkret tarixi material, sübut və faktlar kimi dəyərləndirmək zəruridir. Ermənistan ərazisindəki türk mənşəli etnotoponimlərin demək olar ki, tam onomastikonunu düzəltməyə imkan verir. Həmin mənbə əsasında tərtib etdiyimiz etnotoponim onomastikonuna aşağıdakı etnotoponimlər daxildir. Qeyd etmək lazımdır ki, eyni adlı etnotoponimlərdən bir qayda olaraq biri siyahıya daxil edilmişdir. Abana kənd adı, Abaran mahal adı, Abasabat kənd adı, Abdallar kənd adı, Avnik, Abdallar kənd adı, Abnik əyalət hissəsinin adı, Avan kənd adı, Avaran kənd adı, Avdal kənd adı, Afşar kənd adı, Ağvanı kənd adı, Ağdan kənd adı, Ağzıqanlı kənd adı, Azaqlar kənd adı, Aydınlı kənd adı, Aynalı kənd adı, Ayrım kənd adı, Alpoud kənd adı, Aran kənd adı, Afqanlı kənd adı, Afşar Kələvan kənd adı. Faktların qeydə alınması, ciddi elmi axtarışlar tarixi saxtalaşdırmanın qarşısına sipər çəkə bilər. Bu baxımdan Ermənistan ərazisindəki Türk-Azərbaycan mənşəli onomastikanın,
xüsusən də etnotoponimlərin tarixə mövcud olmuş coğrafi mənzərəsinin bərpasına diqqət yetirək. Hər şeydən əvvəl Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsi ilə bağlı aparılmış və aparılan siyasətin konturlarını aydınlaşdırmağa çalışaq. Tədqiqatçılarımızdan Əziz Ələkbərlinin müxtəlif səkidə əsərləri çap olunmuş və o elmi əsərlərinin birində qeyd etmişdir ki, Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsinin 8 prinsipini göstərmişdir. Bu prinsiplərdən birincisi Sovet ideologiyasının təbliğatı bəhanəsi ilə olmuş. Məsələn, burada Qərbi Azərbaycanda mövcud olmuş Gümrü adını sonralar Aleksandropol, daha sonrası erməni variantından Leninakan kimi vermişlər. İkinci bir səskidə erməni millətindən olan tarixi şəxsiyyətlərin adını əbədiləşdirmək bəhanəsi ilə Kəvər adını Yeni Bəyazir, sonralar isə Abovyan kimi vermişlər. Üçüncü hərfi tərcümə ilə Daşqala adını götürüb Karabet kimi istifadə etmişlər. Dördüncü bəzi adlarda bizim işlətdiyimiz böyük və kiçik, yuxarı, aşağı sözlərinin erməniləşdirilmiş variantı, məsələn, böyük ayrım adını Medz ayrım qoymuşlar. Beşinci, bəzi adlardakı kənd sözünün erməniləşdirilmiş variantında Lala kəndi, Lalıq yuq variantında vermişlər. Altıncı, erməni tələffüzünə uyğunlaşdırma formasını Həkəri adını Akori variantında işlətmişlər. Sonralar qədim tarixi adının müasir Azərbaycanlı adı ilə dəyişdirilməsi bəhanəsi ilə Haqqıqlı adını Səməd Vurğunla dəyişmiş, daha sonralar tamamilə bu adı da yox etmişlər. Daha sonra isə tarixi adı itirmək üçün onun bir neçə dəfə dəyişdirilməsi variantından istifadə etmişlər. Məsələn, Hacıqara Makadaşı, sonra isə Lernapart adı ilə dəyişdirilmişdir. Ermənistan ərazisində ayrım Noyemberyan və Tumanyan rayonlarında kənd adları, böyük ayrım Tiflis quberniyasının Borçalı qəzasında, indiki Ermənistanın Tumanyan rayonunda kənd adıdır. Imırlı İrəvan quberniyasının İşmiyəzəddin qəzasında kənd adı olmuşdur. Kiçik Qafqazda və Qazax qəzasında səpələnmiş ayrımlar Ağsaq ayrım, Quşçu ayrım, Baqanis ayrım, Dadanis ayrım, Polad ayrım və başqa qollara bölünmüşlər. Afşar, Afşar, Ofşar, Əfşar. Ermənistan ərazisində eramızdan əvvəl məskunlaşmış qədim Oğuz, türk mənşəli tayfalardan biri də Afşar, Afşar, Ofşar, Əfşar tayfası olmuşdur. Bu tayfa Səlcuq Oğuzlarının Afşar tayfasıdır. Onun adı Mahmud Qaşqarinin və Rəşidəddinin əsərlərində çəkilir. Səfəvilər dövlətinin qızılbaş tayfalarından biri də Əfşarlar olmuşdur. Ermənistanın Vedi rayonu ərazisində Afşar əsaslı 2 etnotoponim özünü göstərir. 58 birinci yaşayış məntəqəsi rayon mərkəzindən 7 kilometr cənub-şərqdə Yerevan-Naxçıvan avtomobil yolunun üzərində yerləşən Afşar-Kəl-Balavan kəndidir. 1940-cı illərin axırında Azərbaycanlıların Ermənistandan zorla köçürülməsi dövründə kəndin Azərbaycanlı əhalisi respublikamıza gəlmişdir. İkinci yaşayış məntəqəsi Ofşar adlanmış, Düz yurt Ofşar, Surinyavan, Spandaryan rayon mərkəzindən 15 kilometr cənub-şərqdə yerləşmişdir. 1918-ci ildə kənd daşnaqlar tərəfindən dağıdılmış, əhalisi qovulmuşdur.